Demişəm, əcəb eləmişəm. Nasıl? Demişəm, peçatını da qoymuşam, vəssalam bu qədər. Nəslim, köküm ərimə qurban. Dedim mi, demədim mi? Mən dediyim sözü heç vaxt danmaram. Dedin? Qəşəng demişəm. Mən də deyirəm ki, Mən heç vaxt, yəni bilirsiniz, sözümü deyib, həyatı boyu üzr istəyən adam deyiləm. Gövhər mən. xanım. Deyirəmsə deməli elədir. Necə dedin? Elə dedim sən dediyin Necə kimi. sənin Dedim. dilindən işlədi? Orada söhbət oldu, Gövhər xanımla aramızda orada söhbət olur. Dedi ki, böyük kim bir-iki məsləhətlər verdi sənətdə, həyatda. Dedim ki, Gövhər xanım, Nəsim köküm qurban olsun, o mən, o başqadır. Yəni, mən Hayır, demirəm, yaxşı söz deyil. Çox istəyirəm. Mən demirəm, yəni elə bir fikir... Çünki mənim heç bir zaman, mən subayam da, biləndə heç vaxt deyə bilmərəm ki, mənim nəslim ki, mənim nəslim köküm. O kişi deməz, kişi deməz, əlbəttə ki, kişi. Yo, əlbəttə ki, mənim atam anam başqadır, Allah onların ruhunu şad eləsin. Söhbət onunla onlardan səvəyin. Ola bilməz. Ata-ana toxunulmaz bir. Amma sizə bir söz deyim, Nalik bəy. Keçən dəfə Gövhər xanım da bu haqda danışdıq. Deyir, mənim həyat yoldaşım mənim elə atam anamdır. İndi hal-hazırda İndi deyir. deyir. Çünki atası arası dünyasını dəyişib. Niyə əstəğfurullah deyirsiniz Gövhər xanım? mən onu açıqlaya bilmərəm. Nəyə? Əstəğfurullah niyə dediniz deyə? Ata-ananın öz yeri var. Ata-anam o qədər. Zar müəllim, mən sözümü ata-ana deyirəm, yeri var. bax bir şeydir, mən sözümü deyirəm və heç vaxt üzr istəyən adam deyiləm. Demişəm, yaxından çəkin, özlə bilirsən, belə qəşəng. Demişəm, əcəb eləmişəm. Nasıl? Demişəm, peçatını da qoymuşam, vəssalam bu qədər. Mən üzr Elnarə Abdullayev istəmərəm. kimi danışdırır mı? Mən heç vaxt üzr istəmərəm. Heç vaxt. Elnarə xan belədir. Heç vaxt. Bəlkə